Belə bir suala baxaq. Deyilir ki, verilmiş kod cədvəlinə əsasən 3 və n simvollarının 16-lıq say sistemindəki kodlarının cəmini tapın. Deməli, burada simvollar verilib. Bir neçə dənə simvol, 1 simvolu, 9 simvolu, böyük A simvolu, böyük N simvolu və kiçik A simvolu. Bunların onluq kodları verilib. Baxın, deməli, burada bizdən 3 və n istəyir də, düzdürmü? 3-ün biz birinci kodunu tapaq. 1-in kodu 49-dursa, deməli 2-nin kodu 50-dir, düzdürmü? 3-ün kodu olur 51. Bu formada bunu tapdım. Burada bu 51 bunun onluq kodudur. Çünki bu sıra onluq kodlar sırası daxı ona görə. Deməli, indi gəldik kiçik n simvoluna. Kiçik n simvolunu necə tapıram? Deməli, baxın, böyük A 65-dir, kiçik A 97-dir. Buradan belə çıxır ki, böyük hərflə kiçik hərfin arasında nə qədər məsafə var? Yəni 32 vahid bir məsafə var. Böyük hərfin kodunun onluq kodunun üzərinə 32 gələndə kiçik hərfin onluq kodunu alıram. İndi böyük n-in onluq kodu 78-dir. Baxın, buradan yazım. Böyük n-in onluq kodu 78-dir. Deməli, kiçik n-in onluq kodu olasıdır 78. Üstə gəl, nə qədər məsafə var dedik burada? 32 vahid. Üstə gəl 32. Bu da olasıdır 110. Yenə bu da onluq koddan söhbət gedir. İndi bunun indeksinə 10 yazılmır, onluq say sistemində olmur. Ancaq onluq kod olduğunu vurğulamaq məqsədi ilə bunu qeyd elədim. İndi deyilir ki, onluq say sistemindəki kodlarının cəmini tapın. 3-ün onluq kodu 51-dir. N-in onluq kodu, kiçik n hərfinin onluq kodu 110-dur. Burada mən istəsəm bunların hər birini 16-lıq say sisteminə çevirib sonra cəmini taparım. İstəsəm cəmini tapıb sonra 16-lıq say sisteminə çevirərəm. Hər iki halda da cavab eyni olasıdır. Cəmini tapaq, deməli, sonra çevirək. 110-un üstünə 51 gəlirəm, alıram 161 onluq say sistemində. İndi bu 161-i neynəməliyəm? Mən 16-lıq say sisteminə çevirməliyim. Yəni 161-i bölürəm 16-ya. Burada olur 10 dəfə. Qalır burada 1. Deməli, 10 da 16-ya bölünmədiyinə görə sondan əvvələ doğru düzürəm. 16-lıq say sistemin 10 yoxdur deyə yerinə yazıram A və də 1. Deməli, A1 burada olur A variantı doğru cavab.